Dostlar, bu şəkilə diqqətlə baxın. İzləyici ona cərimə yazılması ilə bağlı narazılığını bildirir. Amma burada çox sadə bir şeyi unudur. Nəyi siqnal verirsən? Nə etməliyəm? Sağımı buraxmalıyam da. Çox sadə bir şeyi unudur. Əgər dayanmaq icazə verilən yerlərdə sizin dayanma formanız göstərilməyibsə, yəni perpendikulyar saxla və ya paralel saxla. Siz paralel saxlamalısınız. Perpendikulyar saxlamaq olmaz. 2. Dayanmağın qadağan olunduğu yerlər var. Haradır? Döngələrə, yol ayrıclarına 5 metrdən yaxın məsafədə dayanmaq, piyada keçidlərinə 5 metrdən yaxın məsafədə dayanmaq. Bunlar dayanmağın qadağan edən yerlərdir. Ona görə sizə cərimə yazılanda birinci araşdırmalısınız. Mən necə dayanmışdım? Və ya gəlsiz əraziyə, hamı perpendikulyar dayanıb, amma bir məlumat nişanı yoxdur ki, sən necə dayanasan? Deməli, paralel dayanmalısan. Perpendikulyar dayanıblar axı, mən necə girim ora? Girə bilmirsənsə, artıq başqa yerə gedəcəksən. Çünki qaydanı pozduğun təqdirdə sənə cərimə yazılacaq. O birisilərin deyir, qurunun oduna yaş yanar. Siqnalı niyə versiniz? Piyada buraxırıq da. Deyir ki, qurunun oduna yaş yanar. Amma siz də o yanan yaşlardan olmayın da.